Quran-ı Kərimdə buyurulur: Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Bu aylardan üçü müsəlmanlar tərəfindən ruhun saflaşması, niyyətlərin təmizlənməsi və Allahın rəhmətinə yaxınlaşmaq üçün müqəddəs bir fürsət kimi qiymətləndirilir. Ağa müəllim, 3 aylar nədir və İslamda hansı mənəvi əhəmiyyətə malikdir? Değerli seyircimiz, şəxsinizdən biz hörmətli izləyicilərimizi Allahın gözəl salamıyla salamlamaq istərdik. Əlbəttə ki, çox gözəl bir təqdimatdan sonra Təşəkkür edirəm. Biz mövzumuza daxil ola bilərik. 3 aylar xalqımızın inancında, əsrlərdən bəri əslində İslam ümmətinin şuurunda fərqli bir yeri ifadə edib. Yəni 3 aylar əslində Rəcəb ayı ilə başlayır, Şaban ayı ilə davam edər. Nəhayət bizi ayların sultanı, Quranın baharına bir qapı açaraq o feyz və eyni zamanda Rəbbimizin kainat süfrəsinin məna dolu insanlığın önünə təqdim etdiyi bir aya bizi götürər. Ona görə Rəcəb ayı sanki siz təqdimatda da bir çağırış ifadə elədiniz, ilahi çağırış olaraq. Rəcəb kəlməsinin də elə mənasında bir təzimlik var. Bir əslində o ayın vasitəsilə günah əməllərdən çəkinmə var. Həm də ki, haram aylardandır. Görünür ki, bu Qur'anın dəstəklədiyi bir aydır. Və Allah Resulü Aleyhisselatü Vesselam da əslində hədis şəriflərdə Rəcəbi, Şabanı adını zikir edərək bizi Ramazana çatdır deyə dua edib. Ona görə Rəcəbin adını Nəbilərin Sultanı Aleyhisselatü Vesselam başda Əhl-i Beyt olmaqla, Əshab olmaqla fərqli şəkildə yaşayıblar. Onlar da Ramazana hazırlaşıblar. Onlar da Quranın baharına, o Leylətül Qadırın, Qədir gecəsinin işığına toplaşmaq üçün, o məna işığına, nur işığına toplaşmaq üçün hər günlərini əslində bir Rəcəb kimi yaşayıblar, Şaban kimi yaşayıblar, Ramazan kimi yaşayıblar. Zamanın qədrini biliblər. Zaman çox önəmlidir. Odur ki, əslində Rəcəb ayı bir yönüyle bizə kimliyimizi bizə yenidən xatırladır. Bəlkə də bizə qalu bəla, o ruhlar aləmində insanların Ələstu bi Rabbikum, Rəbbimiz, mən sizin Rəbbiniz deyiləmmi? Dediyi yeri bizə xatırladır. O məclisin ətrini, o məclisin ruhunu bizə daşıyır. Axı biz Allahın quluyuq. Gəlin, gözəl bir müsəlman olaq. Gəlin, yenidən özümüzə dönək. Bax, Rəcəb bizə belə bir havanı, belə bir gözəlliyi, eyni zamanda bu istiqaməti bizə açır. İnşallah Rəcəb ayında Allah bizi özümüzə dönməyi nəsib edər.